Bəzən söhbətlər olur ki, onlara mütləqdir ki, geri cavab verəsin. Çünki verməyəndə zəifçiliyi düşünürlər. Düşünmürsən mi elə? Tolik, belə deyim ki, danışılan ümumiyyətlə söhbətləri mən ciddi qəbul etmirəm. Çünki, Etmirsən? Xeyr, ciddi qəbul etmirəm. Çünki özüm öz ağlımla bu yerə qədər bütün işlərimi özüm öz ağlımla görmüşəm deyə bugün kimisə fikrinə, kimisə ağlına, yəni yetərincə ehtiyacım yoxdur. Çünki mənim, yəni belə deyim ki, kütləm kiməsə görə sevməyib, kiməsə görə tanımayıb məni. Özümə və düşüncəmə və tərzimə görə sevirlər məni. Və onlara isə bu nöqteyi nəzərdən fikir vermək istəmirəm ki, əksinə mən onlara qulaq assam, bu gəldiyim indiyə qədər düz yolumu azaram. Ona görə onları ciddi qəbul etmək istəmirəm. Əhəmiyyətli saymırsan deyəndə, yəni onlar sənin üçün o qədər də vacib olan bu camiyyədə insanlar deyil. Çünki daha vacib insanlar var. Misal üçün, sənin sevdiyin Röya xanım var və bir çox müğənnilər. Yəni onların fikri sənə daha önəmli sayırsan, nəinki sənin pakalinyonda çıxan müğənnilər, belə mi deyir? Bəli, yəni bu da hörmətsizlik olmasın. Çünki ayrı-ayrılıqda hər biri əziyyət çəkir, hər biri öz işində, öz sahəsindədir. Amma bu demək deyil ki, yəni kimisə ünvanına onun yerindən qərar verə bilər. Çünki bu həyatda hər birimiz özümüz öz qərarımızı verə biləcək yaşdayıq. Və ona görə düşünürəm ki, hər kəs öz işinə baxıb, özünü daha da gəlişdirsə, daha yaxşı olar.